1905-ci ildə Cənubi Afrikada dünyanın ən böyük, ən nadir almazı tapıldı. 3106 karat çəkidə iri bir almaz. Və onu hissələrə böldülər, cilaladılar, brilyantlara çevirdilər. Ən böyüyü, Böyük Afrika ulduzu adlanan brilyant oldu və onu Böyük Britaniya hakimiyyətinin rəmzlərinin birinin üzərinə yerləşdirdilər. Suverenliyin və müstəqilliyin rəmzi kimi. Ötən əsrin 70-80-ci illərində Bərdədə çox nadir bir almaz aşkarlandı. Azərbaycan musiqisinin, Azərbaycan ifaçılıq sənətinin ən böyük almazlarından biri. Oxuyan bu yaraşıqlı müğənni Vidadi Vəliyevdir. Azərbaycanda Vidadi Bərdəli adı ilə məşhurlaşan nəhəng istedadlardan biri. Azərbaycanın çox böyük potensialı olan, çox böyük səs diapazonu olan, bülbül kimi cəhcəh vuran müğənnisi idi Vidadi Bərdəli. Azərbaycanın ən böyük almazı idi. Çox təəssüf ki, cilalanmadı. Nə özü buna həvəs göstərdi, nə də kimsə onun əlindən tutub, sən nadir incisən, sənin təhsil almağa, öyrənməyə ehtiyacın var demədi. Başı toylara qarışdı, toylarda meydangirlik nümunəsi göstərdi, onunla eyni vaxtda toylara düşənlərin canına qorxu saldı və şöhrəti qısa müddətdə Azərbaycanı götürdü. Nəhəng müğənni, böyük istedad Vidadi Bərdəli. Toylardan imkan tapanda arada televiziyalarda da çıxış elədi. Və çıxışların biri o dövrdə böyük, dəyərli bəstəkar Rəşid Nəsiboğlunun və çox dəyərli sənətkarımız Sidqi Mustafayevin bir yerdə yaratdıqları İrs ansamblında oldu. Vidadi Bərdəlinin ən gözəl ifalarından biri kimi qalıb indi həmin o ifa. Kəlbəcərli Süzayətin şeirini oxuyur. Vidadi çox sevirdi Süzayəti. Salahlı Paşanı. Görünür əvvəlcədən bilirdi ki, onu da bu dəyərli sənətkarlar, şairlər kimi təlatümlü bir tali gözləyir. O qədər ayrılıq həsrət görüb ki, kövrə göylənib deyir dili könlümə, dindirmə, dindirmə.
çoxalıbdır dəli könlümün, dərdi çoxalıbdır dəli könlümün. Vidadi Bərdəli muğamlarımızı çox sevirdi. Baxmayaraq ki, təhsil almamışdı və ona muğam öyrətməmişdilər. Özü öyrənmişdi. Mən muğam ifadəsiyəm deyirdi. Mən toylarda muğam oxumaq istəyirəm deyirdi. Və şikayətlənirdi ki, toylarda daha çox oynamağa üstünlük verirlər. Nəinki gözəl sənətə, gözəl ifaya, gözəl sözə qiymət verməyə. Və bu toyların birində Vidadi Bərdəli Mirzə Hüseyn Sərgah oxuyub. Özü də böyük xanəndə, əvəz olunmaz, bənzərsiz xanəndə Yaqub Məmmədovun qarşısında. Və orada Yaqub Məmmədovun ona heyranlıqla qulaq asması bir daha göstərir ki, Vidadi Bərdəli böyük istedada sahib xanəndə müğənni olub.
Mən muğam ifaçısıyam. Toylarda istəyirəm ki, bir balaca muğamata da yer verək. Görürsən bəziləri ona mane olurlar, deyirlər ki, yox, elə ancaq oynamaq mahnılar olsun. Vidadi Bərdəlinin böyük sənətinə, böyük istedadına təkcə Yaqub Məmmədov dəyər vermirdi. Arif Babayev, Sabit Nəbizadə, Könül Xasiyeva, Alim Qasımov və digər sənətkarlar onun istedadını yüksək qiymətləndirdilər. Bellərindən biri də Manaf Ağayevdir. Vidadi Bərdəli haqqında çox gözəl fikirlər səsləndirib Manaf Ağayev. Özü də bunu dəfələrlə deyib. Heç bir qısqanclıq hiss eləmədən, heç nəyi gizlətmədən, səmimiyyətlə, alicənablıqla. Vidadi sənətindən o yana sənət yoxdur deyib. Bundan mənə sənət yoxdur. Amma insanlar, oxuyanlar var ki,
o qocalarından tutmuş cavanlarına kimi, hələ indiyənə qədər də var ki, məndən xoşları gəlmir. Elə oxuyanlar var, o yaşlıbaşı Qarabağ oxuyanlarını bəyənmir. Çünki Qarabağ oxuyanları deyir ki, o burada bir söz var, deyir, hətta onu Bakırlılar da deyir, ala qardaşımsan, ala bunu seygaha qoyma, seygahları bunun nalədir. Yeryüzündə muğamatı bilən kəs oxuyub həmişə şal Qarabağda. Eşidərsən cavanlardan gözəl səs, oxunur muğamat zil Qarabağda. Ay aman, ay aman, ay Qarabağdı muğamatın binası hər yayına, hər yana yayıldı mahnı sədası. Eşitcək insanın gəldi həvəsi, çalar gülək yenə biz Qarabağda, Qarabağda. Qarçallar məskəni şahin oylağım, Qarçallar məskəni Qarçallar məskəni şahin oylağı, bütün dünyaları gəzdi sorağı, gəzdi sorağı. Cənnətə bənzədi İsa bulağı, baxban ilhamını al Qarabağdan, Qarabağdan. Yola sarı bəsirləri yüzünə, Ağdam İskəndərin sözünün oxuyub həmişə çal Qarabağda. Mən əziyəm Qarabağım, Şəkim Şirvanım Qarabağım. Aləm cənnətə dönsən yaddan çıxmaz Qarabağım. Aman aman, aman
hemen ayda. Vidadi Bərdəli Segah oxuyur. Və onun segahında Qədir Rüstəmov nəfəsləri var, Qədir Rüstəmov boğazları var. Hiss olunur ki, çox sevdiyi bu böyük sənətkardan öyrənib Vidadi Bərdəli. İndi sizə biz başqa bir ifasını təqdim eləmək istəyirik. Yenə də toylarda oxuyur. Vidadi Bərdəlinin əksər ifaları toy ifalarıdır. Təbii ki, keyfiyyət də o qədər yüksək deyil. Çargah oxuyur Vidadi Bərdəli. Və bu gözəl çargahda Rövşən Behçət nəfəsləri hiss olunur. Bir də Sabir Mirzəyev. İki böyük sənətkar. Çargahın ən gözəl iki böyük ifaçısı. Heyran xanımın qəzəlini oxuyur Vidadi. Dilbərim saldı nəzərdən, necə biganə məni, etdi biganə bütün ömrə və dövrana məni. Görüm əğyarı fələk kamına çatdırmasın heç, çünki həsrət o qoyub dünyada cananə məni. Saldı nəzərdən, necə biganə mənim. Ay, 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 Allah balanı saxlasın. Müğənni Zakir Əliyev Vidadi Bərdəliyə böyük el sevgisindən danışır. Xalq, insanlar çox sevirdilər Vidadi Bərdəlini. Ona heyranlıq var idi. Çünki ondan hər dəfə qeyri-adi bir şey gözləyirdilər və görürdülər də. Sənətin böyüklüyü də elə bundadır. Sənətkarın böyüklüyü də elə bundadır. Təəccübləndirməkdə, gözlənti yaratmaqda. Böyük şəxsiyyətlər, böyük gözləntilər yaradanlar və bu ümidləri doğruldanlardır. Belələrindən idi Vidadi Bərdəli. Toyda oxuyarkən bəzən elə şeylər eləyirdi ki,
İnsanlar hiqqətə gəlirdilər. İnsanlar heyranlıqlarını nə cür bildirəcəklərini bilmirdilər. Fit çalan kim, qışqıran kim, var ol deyən kim, yaşa deyən kim. Və bu sevginin içərisində yaşayırdı Vidadi Bərdəli. Həm də çox yalqız idi. Bütün böyük istedadlar kimi. Həm də çox tənha idi. Çünki onun dərk olunmağa, onun qorunmağa, onun dəyərləndirilməyə çox böyük ehtiyacı var idi. Çünki özü bilirdi öz qiymətini. Özü öz miqyasını bilirdi və arzuladığı dəyər ona verilməyəndə, nadir hallarda kanallara dəvət olunanda o onu yaralayırdı. Hərdən verilişlərə çağırırdılar Vidadi Bərdəli. Və belə verilişlərdən biri də o dövrdə çox populyar olan Ailələr və Talelər verilişi oldu. Sənsizəm oxudu Vidadi Bərdəli. Tənha, yalqız, nəhəng Vidadi Bərdəli. Sensiz yalvaram mənəm yox ürəkdim. Burada mən yazılan nə günah var. Ürək dediğinden dönməyəcəkdi. Dönəndə yüzünü tanır adamlar. Özümü danmışam, can verirəm. Özümü danmışam, can verirəm. Hələ ki ölməyib, can verir mi da? Əvvəlcə qəlbimi öldürüb gələm. Sonra yola qanayım, qanama yas tutam. Yox yetim demərəm yenə. Atası, anası ölərlərə mən. En büyük yetimdi bilim dünyada. Sevgisiz yaşayan hayatıyla. Öyle yalnızlıktan bilsen nece sensizim, sensiz. Sensizim, sensizim. Bilsen nece sensizim. Həsrət, sevgi dolu nəğmələri çox gözəl ifa edirdi Vidadi Bərdəli. Onun oxuduğu belə nəğmələr içərisində Təbriz mahnısı xüsusi yer tutur. Cənnət Əliyevin, Hökümə Billurinin sözlərinə yazdığı Təbriz mahnısı. Və bu mahnının əvvəlində Vidadi Bərdəli Söhrəb Tahirin həsrət dolu bir şeirini oxuyurdu. Muğam kimi.
ortadan açılmış kitab kimidir. Baxır astaralar sərhəd tirinə. Mənim qollarımı iynə sap edin, tikin astaranı biri-birinə. Ortadan açılmış kitap kimiyem, kitap kimiyem. Ortadan açılmış kitap kimiyem, kitap kimiyem. Bakır astaralar biri-birine, bakır astaralar biri-birine. Benim kollarımı yine sap edin, sap edin. Tikin zülfaları biri-birine, tikin zülfaları biri-birine, biri-birine. Arazı ayırdılar, lilile doyurdular. Ben senden ayrılmazdım, zor ile ayırdılar, gücüyle ayırdılar. Qollarım dolanar boynuna bir gün. Yenə baş qoyaram dizinə Təbriz. Həsrətdən, hicrandan cana doymuşam. Doyunca baxaram gözünə Təbriz. Gülüstan bağının seyrinə gəlim. Lalə yamacında bir də dincəlim. Ötən günlərimə yetişməz əlim, düşüm heç olmasa izinə Təbriz. Kollarım dolanır boynuma bir gün, yine baş koyarım izine Təbriz. Hasretten icrandan cana doymuşam, doyunca bakarım yüzüne Təbriz. Hasretten icrandan cana doymuşam, doyunca bakarım yüzüne Təbriz. Bulanık suların aktı durur, lale yamacında müsaad kurulsun. Bu gül cemalım yine kurulsun, bir kumar dolmasın gözüne Təbriz. Bulanık suların aksın durulsun,
yetişerek dışı hiç olmasa izine töreriz. Nelerlerin yetişerek dışı hiç olmasa izine töreriz. Bulanık sulara aksın Ötən əsrdə yaşamış değerli bir şairimiz var. Salahlı Paşa. Çok sevirdi Vidadi Bərdəloğlu. Mən də çox görmüşdüm Salahlı Paşanı. Mənim doğulduğum rayonda prokurorluqda işləyirdi. Prokuror köməkçisi idi deyəsən. Çox bəlalı bir ömür yaşamışdı. Yüksəlişlər, enişlər görmüşdü. O dövrdə onun bir şeirini demək olar ki, əksər toylarda oxuyurdular. Muğam oxuyan, muğam oxumağı bacaran hər kəs Salahlı Paşanın o şeirini mütləq oxuyurdu. Və müxtəlif variantlarda oxuyurdular. Vidadi Bərdəli də oxuyub. Bəlalı könlüm mahnısının əvvəlində. Haqsız, ədalətsiz, kərəmsiz insan. Öləndə 5 günlük izi də qalmaz. Əzəldən belədir bu çərxi devran, səni dəfn edənin ösü də qalmaz. Bir dilənçi gördüm, şah idi bir gün, asırdı, kəsirdi, edirdi sürgün. Gəzdirə bilmədi yamaqlı kürkün, doğrudan da zülmün tozu da qalmaz. Siz haqqı tanıyın, ədalət anın, son payı kəfəndir hər hakim canın. Salahlı Paşayam, əqli olanın dünya cəlalında gözü də qalmaz. Haksız, adaletsiz, keremsiz insan. Haksız, adaletsiz, keremsiz insan. Köçende 5 günlük izi de kalmaz. Ezelden biledir, ezelden biledir. Gerdişi devran, seni defn edenin özü de kalmaz, özü de kalmaz. Ama kim olup dünyanı başacan tutan? Hani Süleymanlar qəzəbkar utan? Şöhrətə aldanıp mənliyin satan. O varın dövlətin azı da qalmaz azı.
kefendir bir hakim canın. Salahlı paşayam əqli olanın Salahlı paşayam əqli olanın Bu dünya calanından Gözü de kalmaz aman 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 Geded aman Ey azizim aman zalim sen dünyam Fani dünyam fani dünyam Yine xatirine kimler toxundu Benim sitemli yaralı körüm Yine xatirine kimler toxundu Ay benim sitemli belalı körüm Ezelden nesibin ahı zaraldı Ezelden nesibin ahı zaraldı Ay benim sitemli yaralı körüm Ay Allah belalı körüm Belalı körüm Belalı körüm Belalı körüm Eşkin zirvesinden bir an gelmedin Neçə neşter aldın yine sönmedin Eşkin zirvesinden bir an gelmedin Neçə neşter aldın yine sönmedin Ben dönmek istedim sense dönmedin Ben dönmek istedim sense dönmedin Ben dönmek istedim sense dönmedin Küskünün özünden vefalı körüm Ay Allah belalı körüm Belalı körüm Ay Allah belalı körüm Yaralı körüm Belalı körüm Yaralı körüm Belalı körüm Belalı körüm Yaralı körüm Belalı körüm Belalı körüm Yaralı körüm Belalı körüm Yaralı körüm Vidadi Bərdəli gözəl xanəndə olmaqla yanaşı, həm də çox gözəl qarmon çalırdı. Ancaq başqalarından fərqli olaraq bunu insanların gözünə soxmurdu. Yeri gəldi, gəlmədi, qarmonu sinəsinə basmırdı Vidadi. Çox nadir hallarda əlinə qarmon götürürdü. Və belə hallardan biri dostu, sənət yoldaşı Zahid Məmmədzadənin xatirəsinə əsr olunmuş verilişdə baş verdi. Çox erkən bizi tərk etmişdi. İstedadlı, dəyərli Zahid Məmmədzadə.
ve onun evində Zahidin qarmonunu sinəsinə basıb qəmli bir muğam oxudu Vidadi. İfasını başa çatdırıb qarmonu öpdü və Zahidin böyük oğluna verdi. Sanki bununla atanın sənətini qoru, onun yolunu davam elətdir. Qoyma, bu yol yarımçıq qalsın dedi. Ne oldu yaşın hazana kaldı? Ne oldu yaşın hazana kaldı? Karanlık gecede şam teki söndü. Dostların ağlayıp haline yandı. Yine de kalbimde bir hatire senin. Ne oldu yaşın hazana döndü? Karanlık gecede şam teki söndü. Dostların haline yandım. Zahid kardeşim, yine de kalbimde bir hatire sen. Yine de kalbimde hatire sen. Yine de kalbimde bir hatire sen. Aman ayda demeyin. Vidadi Bərdəlinin taleyində onun üçün xoş olmayan, onu sevənləri Ağrıdan, Sarsıdan və bu günə qədər də o sarsıntını yaşamağa məcbur edən hadisələrdən biri ANS kanalının təşkil etdiyi Toylar Kralı verilişi oldu. Və toyların tanınmamış kralı Vidadi Bərdəli bu verilişdə, bu yarışmada iştirak etmək qərarına gəldi. Qalibi vətəndaşlar öz səsləri ilə, SMS-lərlə müəyyən etməliydilər. Əgər mütəxəssislər bu barədə qərar versəydilər, orada Vidadi Bərdəlinin rəqibi yox idi. Və bu günə qədər də Vidadi Bərdəli istedadında onun qədər meydangir, onun qədər yırtıcı xanəndə ortaya çıxmayıb. Gözümün nuru Əziz Eysin sen beni yana yana
gözün nuru. Əziz ana, etsin səni məni yana otursan gün kimi bir kaynar hayat gibi o suyan ben sana bir evlat gibi aziz ana otursan gün kimi bir kaynar hayat gibi o suyan ben sana bir evlat gibi aziz ana. Kadrini verdim, yüzünü serbilir, saçının ağına, karasına kurbana, o hazin laylana, laylasına kurbana, aziz saçının ağına, karasına kurbana, o hazin laylana, laylasına kurbana, aziz ana, aziz ana, aziz ana cahan. Alışıram şamlar kimi düşəndə hər sözün ana, alışıram şamlar kimi düşəndə hər sözün ana. Yoxsa məni yetim qoydum bilə-bilə özün ana, bilə-bilə özün ana. Mənə yağ gün diləyərdin, ömrümə gül çiləyərdin, kah açardın, beləyərdin, çəkərdin olmaz yanım, çəkərdin olmaz yanım bana. Arılar səhsiz ıldanam, arılar səhsiz ıldanam, ana.
Arılar çək sızıldarım, anam sənsiz biqəraram. Süyür kimi yaxtararam, bulaqlardan izin ana, bulaqlardan izin ana. Şəmşir ağlar, sərfin azdın, dərd üz verdi nələr yazdın. 100 yaşında qocalmazdın, baxsa mənəm gözün ana. Aman aydan Nəhəng ifaçı idi Vidadi. Heç bir hüdudu olmayan, heç bir ölçü bilməyən, bəzən özü öz səsinə zülüm eləyən, səsini idarə eləməyən bəzən, səsini qorumayan Vidadi Bərdəli və onun meydanına çıxmaq, onunla üzbəüz gəlmək toylarda qeyri-mümkün idi. Ancaq yarışma toyxana çadırında deyil, studiyada keçirilirdi. Və Vidadi Bərdəli uduzdu. Əflatun Qubadova uduzdu. Sonra Əflatun Qubadov da finalda Manaf Ağayevə uduzdu. Toylar kralı oldu Manaf Ağayev. Tac qoyuldu başına. Ürəyimizdən indi bir arzu keçir ki, kaş o zaman o tacı Manaf Ağayev Vidadi Bərdəlinin başına qoyaydı. Mən SMS-lərlə qalib gəldim. Ancaq sən Azərbaycan toylarının kralısan deyəydi. Ancaq yarışma idi, təbiidir ki, hər kəsin öz maraqları var və insanlar bəzən öz maraqlarını düşünmək məcburiyyətində qalırlar. O cür davranmadı Manaf Ağayev. Ancaq Toylar Kralı yarışmasından sonra hər dəfə imkan düşəndə o ürək ağrısı ilə Vidadi Bərdəldən danışır. Vidadi Bərdəlinin böyüklüyündən, nəhəngliyindən danışır. Ondan nə qədər böyük sənətkar olmasını etiraf edir. 5 manafı yan-yana qoysan, Vidadi olmaz deyir. Və ondan bu sözləri eşitmək çox xoşdur. Sənətkarlar, ifaçılar, müğənnilər bəzən çox xırda olurlar. Özlərindən qat-qat böyük, nəhəng ifaçıları qiymətləndirmək istəmirlər. Onun nəyi məndən yaxşıdır ki, deyirlər. Gəl sən sübut elə ki, nəyi yaxşıdır. Vidadi bugün belə xatırlanır. Ürək ağrısı ilə, peşmansılıqla və mənim Manaf Ağayevin hər dəfə Vidadi haqqında söylədikləri bizi həm kövrəldir, duyğulandırır, həm də ürəyimizə su səpir. Nə yaxşı ki, Vidadini qiymətləndirənlər var. Nə yaxşı ki, böyük sənətə dəyər verənlər var. Qısqanmadan, çəkinmədən, ləyaqətlə, alicənablıqla Vidadi böyüklüyünü dilə gətirənlər var. Sahib çıxmadıq Vidadi Bərdəliyə. Qorumaq istəmədik və uduzdurduq onu. Biz uduzdurduq. Biz onun arxasında dursaydıq, biz başqalarına ümid eləməsəydik, onsuz da Vidadi hamıdan böyükdür, hamıdan istedadlıdır deməsəydik, yəqin ki, uduzmazdı Vidadi. O sarsıntını nə özü yaşayardı, nə də bizi yaşadardı. Sahib çıxmadıq, dəyər vermədik. Necə ki, digər böyüklərimizə dəyər verməmişik. Məndən başqa kimsə bilər qədrini demişik. Onu sevən çoxdur demişik.
azıq sevənlər də, o çox saylı sevənlər də digərlərinə ümid eləyiblər. Onlar qoruyarlar deyiblər. Onlar dəyərləndirərlər deyiblər. Onlar qiymət verənlər. Və belə başqalarına ümid eləyə meydanı vermişik istidadsızlara. Öz ətrafına insan yığmağı bacaran və buna vaxt sərf eləyən, bunu özünə yaraşdıran istidadsız insanlara. Bütün sahələrdə belədir. Və belə küstürdük Vidadini. Belə sarsıtdıq Vidadini. O da əlinə imkan düşəndə üsyan elədi. Üsyan elədi. Unut məni dedi. Onu da dedi ki, vaxt gələr, məni axtararsınız. Daş olub yoluna düzüləcəyəm. Yaş olub gözündən süzüləcəyəm. Sənə yanıq verib tez öləcəyəm. Məni zülüm axtaracaqsan, dedi. Hələ qulağına çatmır hər ayın, Gülüm məni axtaracaqsan, gülüm məni axtaracaqsan, görərsən bir an olub könül sərayim, usulub özüm axtaracaqsan, axtaracaqsan. Daş dələr selseləm qavuşmaq üçün, dil qəlbə hökm edər danışmaq üçün. Mənimlə görüşüb barışmaq üçün, ay məndən küsülüb axtaracaqsan, axtaracaqsan. Daş olub yoluna düzüləcəyəm, daş olub yoluna düzüləcəyəm. Daş olub yoluna düzüləcəyəm, yaş olub gözündən süzüləcəyəm. Sənə yanıq verib tez öləcəyəm. Məni zülüm axtaracaqsan, axtaracaqsan. Yerdə axtarmasa məni yar kimi, İç bərəbərindən uçan şar kimi, məni oğul kimi, sələfkar kimi. Ay mənim öz bərdəm, ay mənim öz bərdəm axtaracaqsan, axtaracaqsan. Tənha ömrüm bir çilə, gizli ədiyin şam. Tənha ömrüm bir çilə, gizli ədiyin şam. Sil qəlbindən aram, Giley unut məni. Sil qəlbindən aram, Giley unut məni. Unut məni, unut məni, unut məni. Gez qayıtma geri bilə, unut məni. Unut məni, unut məni, unut məni. Gez qayıtma geri bilə, unut məni.
həsrətin at daşını, təzələmə yaddaşını. Bu həsrətin at daşını, təzələmə yaddaşını. Yanağından gözyaşını silə silə unut məni. Yanağından gözyaşını silə silə unut. Ol səhərim duvar yerdən məni qoydu yalanlarına. Ol səhərim duvar yerdən məni qoydu yalanlarına. Git qayıtma, geri dönmə, tutma dinə, unut məni. Git qayıtma, geri dönmə, tutma dinə, unut məni. Unut məni, unut məni, unut məni. Git qayıtma, geri bir də unut məni. Unut məni, unut məni, unut məni. Git qayıtma, geri bir də unut məni. Unut məni, unut məni, unut məni. Git qayıtma, geri bir də unut məni. Unut məni, unut məni, unut məni. Geç qayıtma, geri bir də. Unut məni. Qəribə, dərdli gözləri vardı Vidadi. Həm də sanki üsyan eləyirdi o gözlərlə. Bu qədər haqsızlıq olmaz deyirdi. Bu qədər ədalətsizlik olmaz deyirdi. Baxın, bu mən, bu da o populyar digərlər. Nə kanallara dəvət edirlər, nə məclislərdə axtarırlar, nə layiq olduğum qiyməti verirlər. Dilinə gətirmədi heç vaxt. Bəziləri kimi mən şaham, padşaham demədi, mən birinciyəm, mən bənzərsizəm, məndən yoxdur demədi Vidadi. Ancaq deməyə hamıdan çox onun haqqı var idi. Elə yavaş-yavaş, sakit vidalaşdı bizimle. Son illər daha çox vida nəğmələri oxuyur. Deyirəm, səfası bitdi ömrümün. İndi dağ çıxıram, düzə əlvida. Gözə duman çökür, başa qar yağar. Bahara əlvida, yaza əlvida. Bəxtiyar Vahabzadənin bu şeirini çox gözəl oxuyurdu. Ürəkdən duya-duya, yaşaya-yaşaya, həm də bizə xəbərdarlıq eləyirdi. Vidalaşırdı bizimlə. Deyirlər səfası bitti ömrümün. Deyirlər səfası bitti ömrümün. İndi dağ çıxıram, düzə əlvida. Gözə duman çökür, başa qar yağır. Gözə duman çökür,
Başa kar yağar bana, elvida yaza elvida, elvida, elvida. Türkiyədə çox populyar olan bir musiqi parçası var. Mahnıdırmı, muğamdırmı demək çox çətindir. Mücəhhər Yurdaq yazıb mətni. Abdullah Yücə də bəstələyib. Ölürsəm qəbrimə gəlmə, istəməm. İlim iliminlə ölmə, istəməm. Acıyıb, lütf edib sevmə, istəməm. Çoxlu böyük sənətkarlar oxuyub bunu Türkiyədə. Ən gözəl ifadəsi də İbrahim Tatlıses olub. Adətən bizim müğənnilərimiz nadir hallarda türk mahnılarını daha yaxşı oxuyurlar. Bu nadir hadisədir. Bəzən yaxınlaşırlar, bəzən deyirik ki, pis oxumadı, bəzən xəcalət çəkirik. Ancaq bu parçanı hətta İbrahim Tatlısesdən də daha yaxşı ifa eləyib Vidadi Bərdəli. Ölürsəm qəbrimə gəlmə, istəməm deyib. Kimlərə deyib? Kimlərə öz inzikliyini, öz gileyini çatdırmaq istəyib? Kimdən küsüb? Bəlkə də heç kimi düşünmədən oxuyub. Ancaq bu cür böyük sənətkarlar, böyük istedadlar adətən belə ifaları ilə mesaj verirlər. Onları qiymətləndirməyənlərə, onlara dəyər verməyənlərə, onları başa düşməyənlərə, onları qorumaq istəməyənlərə mesaj verirlər, üsyan edirlər. Ölürsəm qəbrimə gəlmə, istəməm. Bir də bu sözlər daha çox sevdiyimiz, güvəndiyimiz, inandığımız və bu səbəbdən də çox incidiyimiz insanlara ünvanlanan sözlər olur. Başqaları bilmədi mən kimə. Heç olmasa sən biləydin. Heç olmasa sən qoruyaydın. Ölürsen qəbrimə gəlmə, istəməm. Ölürsen qəbrimə gəlmə, istəməm. Gülümə istəməm, Allah, istəməm. Akan gözyaşlarımı silme istemem. Akan gözyaşlarımı silme istemem. Dilimin yerime Son çıxışlarında Vidadi Bərdəli tez-tez oxuyurdu o şeiri. Sənə yanıq verib tez öləcəyəm. Məni zülüm-zülüm axtaracaqsan deyirdi. Ancaq düzü inanmırdıq. 50 yaşlarındaydı. Gümrah, enerjili, səsi dağ şəlaləsi kimi çağlayan Vidadi Bərdəlinin bizdən tez ayrılacağına heç kim inanmırdı. Nə doğmaları, nə bizlər onun milyonlarla
pərəstişkarları. Ancaq günlərin birində heç gözləmədən Vidadinin ölüm xəbərini eşitdik. 30 noyabr 2012-ci il sübh tezdən Vidadi Bərdəlinin 53 yaşında vəfat etməsi xəbər gəldi. Əvvəlcə inanmadıq. İnanmaq istəmədik. Hələ də inana bilmirik. Cəmi 53 il yaşadı Vidadi. Cəmi 53 il. Oxuya biləcəyi çox şeyi oxumadan getdi. Dözdü, haqsızlığa dözdü, laqeydliyə dözdü, ədalətsizliyə dözdü, ürəyinə saldı. Dözdü və sonda beyninə qan sızdı və bizləri yana qoyub getdi. Quşum, buz kez bizim ellərən dolan o yerlər bir də qayıt gəl. Ürəyimdə dərd var, qəlbimdə atəş, qalmışam qürbət yerlərdə qayıt gəl, qayıt gəl, qayıt gəl. Mənim vətənimdir şöhkəsi şanlım, dağları vüqarlı, qarlı dumanlı. Orada bir pərim var, yanağı qanlım, yanağı qanlım. O bəxti qaranı gör də qayıt gəl. 13 il keçib onun ölümündən. 13 ildir ki, milyonlarla Vidadi sənətini, Vidadi səsinin heyranları onun səsinin, sənətinin həsrəti ilə yaşayırlar. Vidadinin yoxluğunun ağrısı ilə yaşayırlar. Və hamımız özümüzü qınayırıq. Hamımız özümüzü günahlandırırıq. Biz qorumadıq deyirik. Biz dəyər vermədik deyirik. Biz sahib çıxmadıq. Özümüzü günahlandırırıq. Özümüzü günahlandırırıq. Vidadini xatırlayırıq. Sənsizik deyirik. Sənsizlik ağrısını yaşayırıq deyirik. Və bizim ürəyimizdən keçənləri Vidadi Bərdəlinin çox istedadlı qızı Aytac dilə gətirir. Vidadinin möhtəşəm səsinə bənzəyən səsi ilə sənsizəm deyir Aytac Vidadi qızı. Bilsən necə sənsizəm, bilsən necə sənsizəm, bilsən necə sənsizəm.